Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyin artırılması məqsədi ilə qərar alınıb. Qərara əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılacaq. Elm və Təhsil Nazirliyinin tabeliyində Polimer Materiallar İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə veriləcək. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemləri İnstitutu və Nəbatət Bağı Gəncə Dövlət Universitetinin tabeliyinə veriləcək. Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Naxçıvan Dövlət Universitetinin tabeliyinə veriləcək. Elm və Təhsil Nazirliyi bu qərarın birinci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini 2 ay müddətində təsdiq etməlidir. Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 gün müddətində hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrı haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli və qərardan irəli gələn digər məsələləri həll etməlidir.